Qarabağ bu dəfə qarlı şaxtalı Şamaxı şəhər stadionunda büdürəmədi. Oyunun adamı möhtəşəm qol, əla məhsuldar ötürmə ilə Montiel, xilaskarı son saniyələrdə qələbə qolunu vuran Kamila Duran oldusa, günün adamı Qurban Qurbanov idi. Təcrübəli mütəxəssis oyunun təxirə salınmaması üçün meydanın qardan təmizlənməsində yaxından iştirak etdi. Fotosu, videosu bir anda gündəm oldu. Alqış qazandı. Meydan sahiblərinin qolu zamanı gənc Rüfət Abbasovun usta ötürməsi, digər gənc Oruc Məmmədovun incə toxunuşu da diqqətdən qaçmadı. Şamaxı ciddi müqavimət göstərdi. Oyuna görə bəlkə də ədalətli nəticə bərabərlik sayıla bilərdi. Amma atlılar çempionluğu asanlıqla əldən vermək fikrində deyil. Final fitindən sonra kapitan Abdullah Zubrin yoldaşlarını başına cəm etməsi bu yoldakı birliyin mesajı sayılmalıdır. Çətin şərtlər altında komandasının yanında olan hər iki tərəfin fanatlarına isə sadəcə əhsən düşür. Quba Olimpiya kompleksinin meydanı durumuna layiq daha bir 90 dəqiqəni arxada qoydu. 6 xallıq oyunda İmişli və Kəpəz bir xala razılaşdı. 2026-cı il 3 görüş, 3 qələbə və hər üçündə məsələ birinci hissədə öz həllini tapıb. Bu, sabahın əlavə şərhə ehtiyacı qalmayan tablosudur. Tələbələr bu dəfə Araz Naxçıvanın işini ilk 16 dəqiqədə vurduğu 3 cavabsız qolla bitirdi. Araz Naxçıvan isə hələ başına çox döyəcək. Klubun tarixindəki ən böyük uğurlarını qazanmış Elmar Baxşiyevi Demçenko ilə əvəzlədiyi üçün. Sumqayıtda zirə yox, futbol qələbə qazandı. Şən 90 dəqiqəyə, baxımlı hücumlara və əla qollara şahidlik etdik. Buna görə məğlub olan Sumqayıt da xoş sözləri haqq edir. Kimyaçılar ən azı bir xala layiq idi. Amma sabiq Werder Bremenli Papunaşvili son dəqiqələrdə qartallara nəfəs verdi. Turan Tovuz növbəti Berdiyev-vari qələbəsini qazandı. Cansıxıcı oyun və minimal hesabla gələn vacib 3 xal. Ən əsası Tovuzlular ilk üçlükdə qalmağa davam edir. Məğlubiyyətləri sıraya düzən Karvan Yevlax indidən 1-ci liqanın tədarükünü görə bilər. Azər Həşimov normal futbol oynadırdı. Elə pis də xal yığmamışdı. Göndərib yerinə Füzuli Məmmədovu gətirdilər. İndi nə oyun var, nə də xal. Qaş düzəldən yerdə göz çıxarmaq başqa necə olur? Deyəsən azarkeşlərin arzuladığı Neftçi qayıdır. İlk 45 dəqiqə belə düşünməyə ciddi əsas verirdi. Ağqaralar 2026-cı ildə məğlub olmayan Qəbələyə göz açmağa imkan vermədi. Bölgə klubu fasiləyə 0-1 geridə yollandığı üçün yalnız Rıza Cəfərova minnətdar olmalıdır. Gənc qapıcı ən azı 3-4 epizodda komandasını real qoldan xilas etdi. Rıza bununla həm də Kənan Pirisdən zəif olmadığını əyani göstərmiş oldu. Amma fasilədən sonra meydanda fərqli Qəbələ gördük. Kaxabek Çıxacadze əvəziyyətmələrlə oyunu 180 dərəcə dəyişə bildi. Ağqaralar xal itirmədiyi üçün sadəcə şansına minnətdar ola bilər.